Demək olar ki, hamısında uğursuzluqla nəticələnmişəm. Shopify, dropshipping, network marketing, Amazon FBA, clipping, digital məhsul satmaq, konsultasiya, insanlara sommelier peşəsini öyrədim. Sıfırdan mən bir kurs yaratdım. Maşınlar alım, rentekar verim, Cloud Kitchen, sosial media marketing agency. Bunu da mən fail olmuş, yəni uğursuz olan bir biznes sahəsinə qata bilərəm, amma hələ də can çəkir, hələ də nəfəs alır və ən son qərara gəlmişəm ki, mən yeni bir sahəyə addım atım ki, hər kəs məndən bunu gözləyirdi. İndiyə kimi çəkdiyim videolar hamısı Dubai haqqında olub və bu video Dubai ilə əlaqəli olmayacaq. Bu sadəcə Dubaidə keçirdiyim mənim həyatım və buradakı verdiyim qərarlar, uğursuzluqlar, uğurlar və digər məsələlər haqqında olacaq və bu videodan ola bilər ki, siz də həyatınıza nəsə qata bilərsiniz və mənim başıma gələn uğursuzluqlar və ya uğurlar bəlkə də sizin həyatınıza hal-hazırki dönəmdə gəlib və yaxud da gəlib keçmişdə və bundan necə nəticə çıxarmısınız və mən çıxardığım nəticələr və sizin çıxardığınız nəticələrlə mənim nəticələrim arasında müqayisə edib həyatınıza yeni bir qatqılar qata bilərsiniz. Və indi hal-hazırda Dubaydakı vəziyyətlər əslində belədir ki, hələ də düzəlməyib. Bir situasiya yarandı Dubayda və buradakı vəziyyət gərginləşdi. Dediyim kimi, bu video Dubay haqqında deyil. İndiyə qədər etdiyim bütün işlər, aldığım qərarlar, girişimcilik işləri və yaxud da ki, maaşlı işdə işlədiyim periodlar, nələr öyrənmişəm, hayatıma nələr qatıb və nələr itirmişəm, bunlar haqqında danışacağam. Həqiqətən də inanın ki, insan hər yaşda olduqca və hər il və hər 6 ay, hətta mən deyərdim ki, hər keçən ay və keçən gün insan olğunlaşır və fikirlərində həqiqətən də olğun qərarlar verə bilir. Mən bu zamana qədər etdiyim o qədər işlər var ki, onlayn və yaxud da ki, offlayn işlər, yəni etdiyim girişimlər, belə deyək, demək olar ki, hamısında uğursuzluqla nəticələnmişəm. Demək olar ki, hamısında həqiqətən yəni ağlımıza gələcək və ya gəlməyəcək dərəcədə uğursuzluqlarım olub. Təbii ki, hər insan həyatında uğursuzluqlar olur. Bəzi insan 5 dənə iş yoxlayır, uğursuz olur, bəziləri 1000 dənə iş görür, uğursuz olur. Bəziləri heç bir iş görmür ki, uğursuzdur. Və bəzi həyat hekayələri var ki, bunun tam əksidir. Ola bilər ki, bir nəfər bir iş görsün, ilk iş olsun və çox uğurlu olsun və davam eləsin. Belə hallarda təbii ki, istisna olur. İndi dediyim kimi çox işlə məşğul olmuşam, offline və online dediyim. İnanın ki, sizin ağlınıza gələn hal-hazırda nə işlər ola bilər? Məsəl üçün, online işlərdən indi çox populyar olan və yaxud da ki, 2020-ci ildən populyarlığını qazanan və indiki dövrə qədər çox populyar olan və indi hal-hazırki texnologiya ilə yeni bir revolution olan, belə deyək, dropshipping, online business, Shopify dropshipping və yaxud da ki, digər online, belə deyək, marketplace-lərdə etdiyiniz online biznes, Amazon ola bilər, Shopify ilə məşğul olmuşam. Bu, indi hal-hazırda həqiqətən də görürəm, çox gənc insanlar, 12, 15, 17 yaşında, 20 yaşında, 25 yaşında gənclər. Həqiqətən də mən necə ki, o zamanlar belə deyək, o zaman dediyim, yəni bir neçə il bundan əvvəldir, yəni 28 yaşında mən Azərbaycandan çıxmışam, amma Türkiyədə yaşamışam. O zamana qədər həyatın, belə deyək də, o qədər də belə bir vision yox idi ki, məndə milyoner olacağam, milyarder olacağam falan filan. Uşaq vaxtında deyirdim ki, mən prokuror olacağam. Heç prokuror nə olduğunu bilmirdim. Ondan sonra fikrimi dəyişdim, qərarımı dəyişdim ki, mən belə bu sahələrdə işləyə bilmərəm və Türkiyəyə getdikdən sonra biraz beynim açılmağa başladı. Dedim ki, hə, mən uğurlu olmalıyam, vəfəqiyyətli olmalıyam, milyoner olmalıyam, bunu eləməliyəm, onu almalıyam, bunu qoymalıyam, kimi. Ki, hal-hazırda çox insanın düşündüyü, planlaşdırdığı bahalı maşınlar, bahalı villalar, Rolex saatlar, nə bilim Lamborghini, Ferrari, G-Wagon, fərqli və luxury stufflar ki, hər kəs bunu düşünür. Və bu Türkiyədən sonra baş verdi. Türkiyədə biraz network marketinqlə məşğul oldum. Network marketinq, yəqin ki, bilirsiniz nədir. Və network marketinqə giriş elədiyimdə işdən ayrıldım, çox böyük səhv elədim və ora işə girdim. İşə girdim dediyim, yəni bu network marketinq sərbəst işdir, yəni freelance kimi işləyirsən, amma bir satışdır. Mən o zamana qədər təbii ki, satış eləmişdim. Mənim öz dükanım var idi. 2012-2017 arasında ayaqqabı dükanları işlədirdim Azərbaycanda. Satışın nə olduğunu bilirdim, amma online satış, belə insanlarla, tanımadığın insanlarla connection qrup, onlara nəsə bir servis və yaxud da ki, məhsul satmaq mənim işim deyildi. Mən sadəcə bir məkanda otururdum, klassik biznes, yəni bildiyiniz kimi. Sən ayaqqabı lazımdırsa sənə, sən gedirsən ayaqqabı alırsan, düzdür? O zamanlar satışın, marketinqin nə olduğunu təbii ki, bilmirdim. Yəni klassik bir satış
sektorunda işləyirdim. Cəmaət gəlir, girirsən dükanda, ehtiyacı var ona ayaqqabı almaq və sonra ayaqqabı satırsan. Əgər bəyəndiyi məhsul varsa sənin dükanında. Yəni bu klassik, düzdür, amma həqiqətən də satışın nə olduğunu zaman keçdikcə öyrəndim və satış həqiqətən də bəzi satışlar var ki, insanların ona ehtiyacı yoxdur. Sən onda ehtiyac yaradırsan. Ki network marketing belə bir sahə idi ki, sən insanların ehtiyacı olmayan, lakin orada bir boşluq var və o boşluğu yaradıb insanlara bu şeyin ehtiyacı olduğunu bildirmək və onlarda ehtiyac yaratmaq və ona o məhsul və yaxud da servisi satmaq idi. Olduğunu mən anladım. Təbii ki, mən uğursuz oldum. 1 il orada fəaliyyət göstərdim, işimdən ayrıldım. Ən böyük səhvə yol verdim. Azərbaycan pulu ilə hardasa 2500 manat pul qazanırdım. 18, 19, 2020-ci illərdə. Təbii ki, 2020-ci il çox çətin keçdi. Mən 19-cu ildə ora girdim, network marketinqə. 20-ci ildə çıxdım. Ondan sonra Covid başladı falan filan və Coviddə işləmədim. Təbii ki, o zamanlar da işləmirdim. Network marketinqdə pul qazana bilmədim. Ora $2000 pul yatırmışdım və təbii ki, 1 il zamanımı $2000 yatırmışdım. Totalda sizə inandırım ki, hardasa $200 deyəsən pul qazandım oradan. Həm zamanımı verdim orada, həm kapitalımı yəni itirdim həm də. Amma mənim qazandığım başqa bir şey var idi orada. Başqa bir şey nə idi? Vision, yəni həyata baxış açımı həqiqətən də orada dəyişmişdi. Motivasiya nə olduğu, həyat eşqi, bu gün gördüyün işlərin 5 il sonra sənə uğur qazandırdığını bilmək. Çünki klassik bir sektorda işləmək, satış sektorunda işləmək və visionun olmamağı belə bir fikir formalaşdırmışdı ki, məndə bu gün işləyirsən 50 manat qazanırsan və bugünkü sənin yemək içməyin, xərclərin sabahı yeyib yenə də onu qazanacaqsan və günlük xərcləri xərcləyəcəksən. Necə ki 9-5 işçilik, yəni maaşlı iş rejimi ki, bunu düşünürdüm mən. Bütün iş modellərinin belə olduğunu düşünürdüm ki, belə deyildi. Türkiyədə bu network marketinqə qoşulduqdan sonra artıq hər şeyin, hər biznesin belə olmadığının fərqinə vardım və orada özümə təbii ki, hədəflər, xəyal eləməyə başladım orada. Belə bir şey ola bilər, belə bir maşınım ola bilər, belə bir evim ola bilər və bu mənim ilk uğursuzluğum idi. Fikir formalaşdıqdan sonra, fikrimi dəyişdirdikdən sonra həyata qarşı ilk uğursuzluğum idi. Ondan sonra Covid gəldi. Təbii ki, işim yox idi. Ondan sonra iş tapa bilmədim. Covid dövründə heç bir yer işləmirdi. Türkiyədə mağdur durumda qalmışdıq. 9 ay orada qaldım, ad-susuz. Bu başqa bir videonun mövzusudur. Danışa bilərik. Ola bilsin ki, bir podkast eləyərəm bu barədə, həyatımla bağlı və uğursuzluqlarımı danışaram. Amma ondan sonra Dubaya gəldikdən sonra artıq burada təbii ki, gəlməmişdən bir ay, 10-15 gün əvvəl özümə hədəflər qoymuşdum. Xəyallarım var idi bura ilə əlaqəli. Gəldim bura. Və təbii ki, ikinci uğursuzluğum da oldu ki, hədəflərim burada belə deyək, fail olmuşdu. Yəni uğursuzluğa düçar olmuşdu ki, mən orada planlaşdırdığım qazancı burada qazana bilmədim. İlk 6 ayda. Ondan sonra işimi dəyişdim, başqa iş yerinə girdim, orada yaxşı qazanmağa başladım artıq. Dubai ilə əlaqəli yeni perspektivlər, yeni baxış açıları açılmağa, yeni pəncərələr açılmağa başladı həyatımda və YouTube-da həqiqətən də necə biznes qurmaq olar, hansı işlərə yatırım eləmək olar, kimi videolar çox izləməyə başladım. O zamanlarda mən nə ilə tanış oldum? O zamanlarda ilk tanış olduğum onlayn biznes dropshipping sahəsi idi. Dropshipping və o zamanlar hətta bilirəm ki, mən çox, yəni YouTube-da ağlınıza gələn, qarşınıza çıxan və ya çıxmayan, yəni 2021-ci il bütün videoları mən orada izləmişdim, amma həqiqətən də çözə bilməmişdim ki, bu dropshipping necə işləyir. Yəni bir yerə qədər gəlirdim, o yerdə stak olurdum, dirənirdim, qalırdım və ondan o tərəfə keçə bilmirdim. O zamanlar ödəmə sistemlərində problem yaşayırdım, shippingdə problem yaşamışdım, səhv eləmirəmsə. Məhsulları hardan tapıb necə əldə edəcəyim, yəni bunlar barəsində həqiqətən də 100 dənə videoya baxsam belə bir fikir formalaşdıra bilmirdim. Ondan sonra, yəni bu bir uğursuzluq idi əslində, çünki zamanımı sərf edirdim, müəyyən bir pul da sərf edirdim təbii ki orada, müəyyən toollar istifadə edirdim. Lakin ondan sonra mən səhifə ilə qarşılaşdım sosial mediada, Instagramda. Onlar kurs satırdılar və kurs aldım, dropshipping kursu. Və onlar mənə həqiqətən də bu kurs mənə çox kömək oldu. Orada qısa videolar var idi, video roliklər var idi. Mən onları izləyirdim və step by step ki, o zaman bu kursunu aldığım şəxs Dubayda yaşayırdı və dropshippingi Dubayda eləyirdi və çəkdiyi videolar konkret Dubaya uyğun idi və mən step by step elədiyim şeylər hamısı tam belə puzzle şəklində yerinə otururdu. Və orada mən fərqinə vardım ki, həqiqətən bir uğura getmək üçün artıq o uğurdan keçmiş, ilk pillələrini görmüş, çətinliklərini, yaxşılıqlarını və pisliklərini görmüş bir mentordan, bir insandan kurs almağın məqsədə uyğundur. Əgər sən hər hansı bir işdə uğurlu olmaq istəyirsənsə, artıq uğur qazanmış insanın
kopyalamalısan, artıq ondan bir nəsə almalısan. Ödənişli və ya ödənişsiz. Bu ödənişsiz təbii ki, sosial mediada izləyirdim, onu müəyyən triklər verirdi, tiplər verirdi, lakin kursunu da almışdım və həqiqətən də o kursu aldıqdan sonra mən artıq dropshippingi eləməyə başladım. Lakin təbii ki, investisiya elədiyim, Çindən brend yaratdım, Çində bir məhsul satdım. O birinci satdığım məhsul nə idi? Vacuum magnetic telefon holder. Bu çox gözəl bir məhsul idi və mən həqiqətən bunu satdım. Düzdür, 50-100 arası belə satdım. Ondan sonra ikinci məhsul o idi ki, buruna qoyulan belə magnetic nasal strip. Bu burnu biraz açırdı və həm məşq elədiyinizdə, həm gecə yatdığınızda xoruldamanın qarşısını alırdı ki, 100% yəni sizin qarşınıza çıxıb bu YouTube-da və yaxud sosial mediada. Və bunu satmağa başladım. Təbii ki, o qədər də böyük satışlar əldə edə bilmədim, amma satdım. Shopify necə işlədiyini və oradan necə məhsul sata biləcəyimi təbii ki, orada öyrəndim. Artıq məhsullar satış eləyirdim. Sosial media vasitəsilə orqanik olaraq eləyirdim mən bunu. Təbii ki, indi hal-hazırda o zaman mən belə deyək, məhsulların videolarını YouTube-dan, TikTok-dan, Instagram-dan götürdüyüm videoları mix-up eləyirdim və onu copy-paste eləyirdim və öz fikirlərimi additional əlavə eləyirdim və paylaşırdım belə ki, bunlar mənə hardasa kömək olurdu, amma təbii ki, çox viral olmurdu videolar, amma indi hal-hazırda AI, yəni süni zəka vaxtında yaşayırıq ki, indi hal-hazırda çox asandır. Higgsfield və Cloud istifadə edərək siz çox böyük, gözəl, yəni performanslı videolar əldə edə bilərsiniz. Yəni realistik videolar hazırlaya bilərsiniz. Nəinki 1, 10, 100, 1000 dənə video bir neçə gün ərzində eləyə bilərsiniz və bunu bütün sosial medialarda paylaşıb, təbii ki, onlardan bir neçəsi viral olur və siz məhsulu asan şəkildə sata bilirsiniz. Əsas məqsəd odur ki, siz orqanik şəkildə videolar vasitəsilə, sosial media vasitəsilə siz veb saytınıza trafik çəkəsiniz ki, bu da hal-hazırda çox asandır. Və dediyim kimi, dropshippingdə də o qədər uğurlu olmadım ki, arxasında getmədim, artıq bunu çözmüşdüm. Lakin çox uzun dönəmdən sonra çözmüşdüm və o qədər də passion tapa bilmədim ki, mən bu dropshippingin arxasınca tam olaraq gedim. Ondan sonra Amazon FBA bir qardaşdan kurs aldım, ödəniş elədim. İngiltərədə biz şirkət açdıq. Ondan sonra bank hesabı, səhv eləmirəmsə bank hesabı da açdıq. Təbii ki, kart almadım. Ondan sonra nəsə oldu, o insan artıq getdi Dubaydan və mən onunla əlaqəni o qədər də tam sıx əlaqə olmadı və Amazon FBA-yə qoyduğum pul da batdı, getdi ki, orada da heç nə eləyə bilmədim. Və ondan sonra bu Amazon FBA-da olduğum uğursuzluq və ondan sonra mən baxdım clipping. Clipping bilirsiniz nə deməkdir? Hal-hazırda həqiqətən də whoop.com saytı ki var, indi gənclər çox bilirlər, yəni girişimci gənclər, indi hal-hazırda sosial media ilə çox iç-içə olan gənclər bilirlər bunu. Whoop.com-da orada clipping bölgəsi var ki, siz məşhur organizationların, musiqi belə deyək, artistlərin və yaxud da girişimcilərin uzun videolarını YouTube-dan və yaxud da ki, Kik və digər sosial medialardan götürüb uzun videoları, onları editləyib qısa videolar şəklində özünüz kanal açırsınız, yəni səhifələr açırsınız TikTokda, Instagramda və ya YouTube Shorts-da. Orada yəni uzun videoları promote edirsiniz bir növü və clipping adlanır bu və siz hər 1000 baxışa hardasa $1, $1.5, $2 baxır bu onların offerına və onların təklifinə, sənə təklif edirlər. Və bu da çox gözəl iş modelidir və bunu da öyrənməyə başladım. Etdiyim müəyyən bir neçə min izlənmə aldım, amma arxasınca getmədim. Bu da bir uğursuzluq oldu ki, öyrənirdim bunu. Bu bilirsiniz nədir? Yəni dünyanın hər tərəfində bunu eləyə bilərsiniz. Yəni evizdən çıxmadan eləyə bilərsiniz. Bu onlayn model, bu clipping çox qəşəng işləyir həqiqətən. Siz qarşınıza çıxıbsa, yəni bunu eləyə bilərsiniz, davam eləyə bilərsiniz və yaxud da ki, əgər qarşınıza çıxmırsa araşdırın clipping nə olan bir şeydir. Bəli, clipping də elədiyim və çox uğursuzluq oldu və ona görə arxasında getmədim. Ondan sonra digital məhsul satmaq qərarına gəldim. ChatGPT, ondan sonra Cloud və digər AI toolları çıxdı və onlar vasitəsilə nəsə bir şeylər yaratmaq istədim və digital bir məhsullar yaratmaq istədim. İlk öncə mən yaratdım Dubai Guide, Dubai bələdçisi ingilis dilində formatda. Və bunu satmağa çalışdım, amma ingilis audiyansım olmadığı üçün o qədər də və bunun satışını gerçəkləşdirə bilmədim. Stan.com platforması istifadə edirdim. Orada qurmuşdum bu, təbii ki, AI vasitəsilə qurmuşdum bu PDF formatında bilgiləri. Lakin o PDF-i, bilgi olan PDF-i qoşmuşdum mən Stan.com-a və Stan bir tooldur ki, siz digital, yəni məhsullarınızı bu
app vasitəsilə satasınız. Müəyyən bir 29 dollar idi aylıq və bunu ödəyirdim və təbii ki, orada qlobala satış edə bilmədim, amma Azərbaycanda Dubay Bələdçisi kitabçası adında bir digital bir məhsul hazırladım. Oradan həqiqətən də çox dəyərli bir məhsul idi. İnsanların ehtiyaclarını qarşılayırdı ki, Dubay ilə əlaqəli bütün suallar orada var idi, cavablandırırdım. Ondan sonra sonda bir qrup açmışdım ora. Yəni insanlar bu Dubay Bələdçisi kitabçasını alırdılar. Sadəcə 15-16 dollar belə bir şeydi, 20 manat falan alırdılar. Orada bütün 12 səhifədən ibarət PDF idi, bütün məlumatlar var idi və ekstradan mən ora kontaktlarımı qoymuşdum Dubay ilə əlaqəli. Misal üçün taksi, ev tapmaq, rent-a-car, digər connectionlarımı oraya yerləşdirmişdim və onlar istifadə edirdilər bu connectionlardan ki, çox yararlı idi. Bununla necə qərara gəlmişdim? Çünki bilirsiniz, mən uzun zamandır 2020-ci ildən bəri Dubaya gəldiyimdən bəri videolar çəkirəm Dubay haqqında və insanların çox sual verməsi, artıq bilirdim ki, insanlar konkret nə suallar maraqlandırır və bunların cavabı nədir? Onun hamısını o kitabçada birləşdirmişdim. Bu uğurlu bir proyekt oldu. Çox insanlar buradan istifadə etdilər, gəldilər, iş tapdılar, həyatlarını həqiqətən yaxşılaşdırdılar Dubayda. Bu məhsulu alan və iş tapmayan insanlar da oldu və hətta elə bir insanlar oldu ki, bu məhsulu aldılar və bu məhsulu necə yaratdığımı və hansı pullar vasitəsilə satdığımı öyrənmək üçün kopyalamaq istəyirdilər ki, belə insanlar da var idi. Davam elətdirmədim, bu da bir uğursuzluq hekayəsidir. Təbii ki, pul qazanmağa başlamışdım oradan, amma bu o qədər də yüksək məbləğ deyildi ki, mənim həyatıma hər hansı bir qatqı qatsın. Yəni o deməkdir ki, bunu scale eləmək, yəni daha da inkişaf elətdirmək olardı, lakin də arxasınca getməli. Bunu da mən uğursuz proyektlərimə qata bilərəm. Ondan sonra mən konsultasiya qurmaq istədim mən. Çünki Dubayda yəni gəldikdən sonra mən sommelier işini öyrəndim, şərab mütəxəssisi işini öyrəndim və hospitality sahəsində həqiqətən çox böyük şirkətlərdə işlədim və onlarda artıq A-dan Z-yə nə etmək lazım olduğunu mən bilirdim və bunun üçün Azərbaycanda olan belə deyə, hospitality sahəsində olan kafelərə, restoranlara konsultasiya yaratmaq üçün bir proyekt yaratdıq. Əslində biz bir bar menecer var dostum onunla. Lakin bu da bir uğursuzluq oldu. Konsultasiya yaratmaq istirdi. Ondan sonra mən qərarımı dəyişdim ki, yaxşı konsultasiya biraz ağırdır. Çünki çox bütün departmanları əhatə eləyir. Hospital sahəsi deyək ki, A-dan Z-yə. Yəni restorana girdin, restoran açmaq istəyirsən, pre-opening və hər şeyi cover eləməlisən. Amma mən gəl sommelier işimi, yəni mənim occupationum olan, yəni peşəm olan sommelier işini mən öyrədim başqalarına ki, Azərbaycanda bu peşə həqiqətən də o qədər də məşhur deyil. Çünki insanların çoxu bilmirlər ki, sommelier nə olan şeydir. Çünki Azərbaycanda təbii ki, biz şərab ölkələrindən biri sayıla bilərik, amma dünya səviyyəsində biz o qədər də tanımırıq. Amma bu Hillside var, Meysəri var. Mən Hillside o qədər də bəyənmirəm. Sanki table wine kimi gedir. Ki table wine o deməkdir ki, yəni evdə hazırladığımız wine-lar ki, mənim dayılarım da hazırlayırdılar evdə. Yəni dayılarım, başqa qohumlar çünki Qax bölgəsi həqiqətən biz üzüm yetişdirirdi və bu bölgələrdə həqiqətən insanlar evdə çaxır istehsal edirdilər. Və bu Hillside sanki kind onlara bənzəyir, amma Meysəri həqiqətən də Meysərinin bildiyim qədərilə Meysərinin meneceri və onların hal-hazırda direktoru fransızdır və Fransadan gətirdiyi texnologiyaları orada Meysərdə istifadə edirlər və həqiqətən də Meysəri mənim ən sevdiyim Azərbaycan şərablarından biridir və mən onu çox bəyənirəm. Və istədim ki, mən Azərbaycanda insanlara sommelier peşəsini öyrədim. Çünki çox insan maraqlıdır. Həqiqətən mənim üçün çox maraqlı idi ilk öyrəndiyimdə və bu başqa insanlar üçün maraqlı olar. Çünki Azərbaycanda sommelier, yəni şərab kültürü, mədəniyyəti o qədər də yoxdur. Təbii ki, kefli restoranı var Targovda. Onlar həqiqətən də çox qəşəng iş görüblər. Əgər o uşaqlardan izləyən varsa, təbrik edirəm. Həqiqətən mən baxdım kimlər qurublar onu, gənclərdir hamısı. Çox qəşəng iş görüblər, çox qəşəng restoran qurublar, çox qəşəng onların konseptləri var. Təbrik edirəm uşaqlar. İzləyirsinizsə, təşəkkür edirəm, sizə minnətdaram. Əgər videonun bu hissəsində paylaşmaq istəyirsə, əgər yaxınları varsa bu videonu indiyə qədər bu hissəyə qədər izləyirsə, onlarla da paylaşa bilər ki, onlar da mənim təşəkkürümü görsünlər bu video vasitəsilə. Sommelier peşəsini Azərbaycanda kurs olaraq keçirmək istirdim və sıfırdan mən bir kurs yaratdım. Təbii ki, öz təcrübələrim, experience-im onları
qoşdum bir araya və təbii ki, AI-dan istifadə elədim, özüm oxuduğum kitablardan müəyyən bir informasiyaları bir araya topladım və müəyyən bir kurs əmələ gətirdim. Lakin kursu demək olar ki, sonlarına çatmış, axır mən həvəsdən düşdüm. Bundan sonra burada mən restoran açmaq qərarına gəldim və bu qərar çox böyük pul apardığına görə investisiya eləyən də var idi. Lakin mən dedim ki, ilk öncə öz cibimin pulu ilə hazırlayaram. Əgər fail olarsa problem yoxdur, çünki öz pulumu batırmış olacağam, başqasının pulunu batırmayım ilk öncə. Sonra baxdım ki, çox böyük pullar gərəkir və cibimdə olan pul da ona yetmirdi. Ondan sonra başqa bir qərara gəldim. Dedim ki, mən maşınlar alım, rentekar verim. Bir dənə maşınım var idi ilk öncədən, Mercedes C300. Onu rent elədim. Gördüm ki, normal pul gəlir. Dedim, onu artıraram. Sonra baxdım ki, yox, maşın alırsan, verirsən kiraya, dağıdırlar, tökürlər və bunu həqiqətən də maintenance eləmək, bunu təmir eləmək falan çox böyük pullar alır. Ona görə də qazancın və xərclərin arasında o qədər də böyük bir fərq olmur. Dedim ki, yox, bu da qalsın. Bu da artıq bir fail olmuş bir biznes ideyası idi və ondan sonra dedim ki, mən ən son ideya indi hal-hazırda Cloud Kitchen eləməkdir və Cloud Kitchen təbii ki, bunu inşallah eləyəcəm mən. Hələ üzərində işləyirəm. Təbii ki, indi hal-hazırda biraz yay dönəmində çox böyük pullar itirdim və ona görə də bu proyektimi hələ də başlaya bilməmişəm, amma çox güman eləyirəm ki, bu proyekt uğurlu olacaq və inşallah bu proyektdə mən sizin köməyinizə də ehtiyacım olacaq. Və ən son qərara gəlmişəm ki, mən yeni bir sahəyə addım atım ki, hər kəs məndən bunu gözləyirdi. Məsələn, niyə görə sən real estate eləmirsən? Deyirdim ki, yox, mən sevmirəm. Amma son dönəmdə qərar vermişəm ki, artıq mən real estate-ə də addım atmalıyam və bunu da yoxlamalıyam. Niyə də yox? Burada unutduğum bir biznes sahəsi də var. Mən sosial media marketing agency açdım 2024-cü ilin dekabr ayında. Bir sözü qoy, birini danışıram, amma həqiqətən bunu unutdum. Bu mənim üçün təbii ki, indi hal-hazıra qədər də bu şirkət halında aktiv bir şirkət olaraq fəaliyyət göstərir. Müştərilərimiz var idi, işlərimizi görürdük. Dubayda bu situasiya olmadan əvvəl, lakin bu situasiya oldu və hamısı dağıldı, getdi. İndi son bir neçə gün ərzində əvvəl olan müştərim geri qayıdıb, bu məndən bir paket alıb və həqiqətən də artıq görürəm ki, o da canlanır. Bunu da mən fail olmuş, yəni uğursuz olan bir biznes sahəsinə qata bilərəm, amma hələ də can çəkir, hələ də nəfəs alır. Bunu scale eləyə bilərəm, bunu inkişaf elətdirə bilərəm. Bunun yanı sırada dediyim kimi real estate-ə addım atacağam və part-time olaraq iş görəcəm və inanıram ki, real estate-də də mən uğurlu ola bilərəm, çünki sosial mediada necə kontent yaratmaq olduğunu bilirəm. Sizlər də bu işdə, bu yolda mənə kömək edə bilərsiniz. Təşəkkür edirəm, minnətdaram bu videonu izlədiyiniz üçün. Çox uzun bir video oldu, lakin sizə bu videodan əldə edəcəyiniz xeyir, fayda ola bilərdi ki, siz həqiqətən də indiyə qədər hər nə iş görmüsünüzsə və bu uğursuzluqla nəticələnibsə, inanın ki, bir gün, çox yaxın bir günlərdə uğurlu olacaqsınız. Əgər bu gün sənin borcun, xərcin çoxdursa, banklara borcun ola bilər, başqasına əlbəli borcun ola bilər və müəyyən işlər görmüsənsə, müəyyən işlərdə batırmısansa, inan ki, narahat olma, özünü ayağa qaldır və yenidən başla. Əgər birindən borc almısan, gedib qumara vermisənsə, gedib şəllənmisənsə, orada burada pulu dağıtmısansa, mən bunu hesaba saymıram. Bu axmaq bir qərardır, lakin bunu da eləmisənsə, amma səndə bu mindset varsa ki, sən biznes ideyan var və hər hansı bir şeydə uğurlu olmaq istəyirsən, bir targetin var, bir visionun var, inan ki, eləyə bilərsən. Ona görə də mənim 35 yaşım var, mənim məqsədim, mənim eləyəcəyim iş bu. Hal-hazırda mən gedib hər hansı bir kafedə işləyə bilərəm, aylıq 2000, 3000, 5000 manat qazana bilərəm və həyatıma belə davam edə bilərəm. Amma mən bunu istəmirəm. Mən istəyirəm ki, 35 yaşım olsa belə, sanki 17 yaşında birisi olaraq hər işdə sanki yenidən başlayırmış kimi özümü hiss eləmək, o motivasiyonu özümdə tapmaqdır. Ki, dediyim kimi, əgər sən çox borcun varsa və gecə yatırsan, səhər duranda deyirsən ki, ayda yenə səhər açıldı, mən nə edəcəm deyirsənsə, ayağa qalxmaq istəmirsənsə, çox səhv düşünürsən, sən ayağa qalxmalısan, sən gördüyün işləri, yəni günlük görəcəyin işləri bir-bir eləməlisən ki, əgər pul qazanmırsansa da o işlərin arxasınca get, bir gün mütləq şəkildə sən müvəffəqiyyətli olacaqsan. Çünki əgər sən beyni və hara odaqlayırsansa, nə düşünürsənsə, enerji səni o tərəfə aparır. %100 bəhrəsini alacaqsan. Hər nə ilə başlamısansa fərqi yoxdur. Mən burada bu sahələri dedim. Mən demirəm bu sahələri başlayıb fail olacaqsa. Ola bilər ki, bu sahələri görən və bu biznes sahələri ilə milyonlar qazanan insanlar var bu videonu izləyən və yaxud da ki, ətrafınızda. Amma əgər uğursuzluqla qarşılaşmısınızsa, bu sizin sona qədər uğursuzluqla qarşılaşacağınız demək deyil. Yəni, bugün uğursuzluq ola bilər, amma sabah
uğurlu ola bilərsən. Sizin uğurunuz sadəcə bir addımdadır. O bir addım atandan sonra ola bilsin ki, siz uğur qazanacaqsınız. Ona görə də hər zaman motivasiyanızı diri tutun, kininizi diri tutun başqalarına qarşı yox, özünüzə qarşı. Hər zaman kinli olun. Bu kin, yəni yaxşı mənada kin deyirəm, uğura ac olun. Ac olmalısınız ki, əlinizdən gələn hər şeyə əlinizə tutasınız və orada uğur qazanasınız. Təşəkkür edirəm, minnətdaram. Ümid edirəm ki, bu video sizin həyatınızda müəyyən dəyişikliklər edəcək. Əgər mənə dəstək olmaq istəyirsinizsə, bu videonu bəyənin, dostlarınızla paylaşın, kanalıma abunə olun. Təşəkkür edirəm, minnətdaram.